Tapşırığı həll etmək üçün əvvəlcə məxrəci ortaq vuruqlarına ayırmaq lazımdır. Bunun üçün 2y üstəgəl 1 olduğu kimi qalır. Məxrəcdən y-i ortaq vuruq çıxardıram. Qalır y üstəgəl 3. Üstəgəl y üstəgəl 2 qalır. Məxrəcdən y-i çıxarsam 3 çıxılsın y və çıxılsın 1 bölünsün y də burada durur. Vurulsun. Bir dənə də 3 çıxılsın y-imiz var. Bərabərdir. Burada məxrəcdə görünür ki, y üstəgəl 3 və 3 çıxılsın y ortaq məxrəc olur. Həmən deməli ortaq məxrəci yazsam y üstəgəl 3 və 3 çıxılsın y. Deməli birinci kəsirin surətini, yəni 2y üstəgəl 1-i vurmalıyam 3 çıxılsın y-ə. İkinci kəsirin surətini, yəni y üstəgəl 2-ni vurmalıyam y üstəgəl 3-ə. Tamamlayıcı vuruq olaraq. Axırıncını da vurmalıyam, deməli 1-i. Bunların içsin hasilinə. İçsin hasili də müxtəsər vurma tuturu ilə 9 çıxılsın y-in kvadratı eləyir. Və vurulsun bir dənə də burada 3 çıxılsın y var ki, bununla da bu məxrəcdəki 3 çıxılsın y ixtisar gedir. İxtisar gedəndə məxrəcdə qalır təkcə y üstəgəl 3. Surəti də vurub açmalıyam. 2y-i 3-ə vuranda eləyər 6y çıxılsın 2y-in kvadratı üstəgəl 3 çıxılsın y. Burada da vurub açsam y-in kvadratı 2y, bu da 3y eləyir. İkisi bir yerdə yazıram 5y üstəgəl 2-yin 3-ə vuranda 6 çıxılsın 9 üstəgəl y-in kvadratı. Və burada da oxşar toplananları islah eləyəndə deməli y-in kvadratları islah gedir. Qalmır. 6y çıxılsın y. 5y. 5y-lə də toplayanda eləyir 10y. Bir dənə də var. 3 ilə də 6, 9 eləyir. 9-dan da 9 çıxanda deməli bunlar da islah getdi. Məxrəcdə də qaldı y bölünsün y üstəgəl 3. Y-lər də buradan ixtisar gedir. Qalır 10 bölünsün y üstəgəl 3. Y-in də qiyməti -2,5 verib 10 bölünsün -2,5 üstəgəl 3, o da bərabərdir 10 bölünsün 0,5, 100-ü də 5-ə böləndə eləyər 20. Bu oldu tapşırığın yekun cavabı. Sağ olun.